Hamınıza salam dostlar, yeni bir video ile karşınızdayım. Bildiğiniz için bu yaxınlarda Supercell oyuna yeni karakter Minanı gətirmişdi. İndi isə biz də onu alıb buradan incələyəcəyik. Videomuza keçmədən öncə bu cür videonun davamı üçün kanalıma abunə olub videoya like atmayı unutmayın. İndi isə gələk buradan Mina karakterimizi alaq və Drago ilə dəyişdir deyirəm. Yeni karakterimiz xeyirli uğurlu olsun. Eğer bu videoya 10 like gəlsə, inşallah karakterimizi 1000 kupaya kasacağıq. İlk öncə gələk buradan karakterimizin istatistiklərinə baxaq. Baxaq görək bir də karakterimizi neçənci səviyyəyə kimi yüksəldə biləcəyik. Məncə az olacaq, yetərli altınım yoxdur. Bunu tez bir zamanda makslamaq da istəyirəm. Və nəzəbsə 7-ci qazanmaya kimi yüksəldə bildik karakterimizi. İlk öncə gələk buradan sağlıq, saldırı, süpersinə baxaq. Sağlığı 6560 canı olacaq, saldırısı 1250. Süpersdə frago 3000. Aha. İndi isə gələk buradan aksesuarlarına baxaq. Mermiləri 3 saniyəliyə engelləyən bir rüzgar duvarı oluşturur. Bekleme sürəsi 18 saniyə. Minanın bir sonraki süper ispat ederse anında dolar. Bekleme sürəsi. Bu çox qəşəngdir. Bunu sizə məsləhət görürəm. Bunu alın. Bu da olar, amma bu çox daha yaxşıdır. Baxaq görək gizemli və yaxud da destansı əşyası yoxdur. Buradan destansı nə destansı? Yıldız gücünə baxaq. Minanın 3 combo saldırısı verdiği hasarı 50 kaldırıda iyileştirir. Minanın süper ayarında düşmanları olduqda yeri sabitler. Bu da çox qəşəng. Yıldız gücü bunu və buradan bunu almağımız daha yaxşı olar. İndi isə yeni karakterimizdən bir oyun atacağıq. Buradan ilk öncə gələk hesablaşmanı seçək. Baxaq görək necə karakterdir. Çox adama xoş gəlib karakterdən. Baxaq görək biz nətər edəcəyik, nətər xoşumuza gəlir. Karakterimiz belədir, hər atdığı süper saldırıda özünü qabağa eləyir. Burada nasıl oldu? Hər iki atışdan sonra mənzili uzanır. Aha, başa düşdüm. Belə baxanda çox belə qəşəng karakterdir. 7-ci səviyyə olmasına baxmayaraq 1500 artıq hasar verə bilir. Canı da 7352 yüklə. 2000 hasar, 4200 verir süper saldırısı alan hasarında. Belə çox da xoşuma gəldi deyənmərəm, amma kasa bilmək mümkündür. Karakter kasa bilərik. Bir oyunda savaş top girəcəm, görək karakter tam nədir. Belə hesablaşmaq üçün karakter deyil bu, dediyim kimi. Daha çox savaş topunda yarı-yarı iş görər. Bildiyiniz kimi ultisidə adamı belə top olur. Gale'ın aksesuarı kimi adamı göyə tullayır. İndi isə gələk buradan savaş topumuzu seçək. Dediyim kimi elə ən yaxşı buradır məncə. Savaş topuna gedər. Gördüyünüz kimi elə. Bax belə bunu deyirdim elə mən. Atırsan, qaçırsan, atırsan, qaçırsan. Buradan da qolumuzu vurduq. Allah. İndi ultisinə baxaq. Buradan atacağım. Belə bir menzili var. Qısadır o mana. Ultini də atamadım. Ulti menzili qısadır. Amma belə baxanda yaxşıdır. Adamı püskürtməyi falan. Tez qolumuzu vuraq. Aha, ikinci qolumuzu da vurduq dostlar. Qazandıq. Karakter çox xoşuma gəldi. Belə qəşəng karakterdir. Dediyim yıldız gücü və aksesuarını alın.
Neyse dostlar, bir videonun daha sonuna gəlirik. Bu cür videoların davamı üçün kanalıma abunə olub videoya like atmayı unutmayın. Gələn videolarda görüşənədək.